Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugün tək deyiləm, qardaşımla birlikdəyəm. Bugün İstanbuldan aldığım abur-cuburları test eləyəcəyik. Necədir dadları, buradakindən fərqi varmı? Ümumi sizə qiyməti ilə də tanış eləyəcəm. İndi sizə qiymət çəkini də göstərim. Buradadır. Hansı məhsuldan başlayaq? Gəl bundan başlayalım. Sıra gedək. Çubuk krakerdir. Baxardın. O krakerin burada pendirli halı da var. İkisini bir açaq. Sən bu necə? Bilsən nə də böyle? İyi sonra biləcəm. Eti kraks vardı bizdə. Aysa Bu arada qiymətləri çox münasib idi. Bu kraksın duzlu olan var ya. Yaşlı rəngdədir. Baxım ona. Qiyməti 7 TL'dir. Onu da Baxma. təxminən Azərbaycan manatına əvəzləyib qoyarsın istəsən videoya. Neysə. 7 TL'dir bu. Yəni daha çox hündürdür də bunu alırsan gəlirsən universitetə. Pendirisi daha qəşəngdir. Pendirisi ha. Pendirisi yaxşıdır. Hansı gedək? İstəsən bir duzlu falan onlardan. Bir duzlu idi, indi bir də şirin yeyək. Hansını seçək, hansını seçək? Mən buna gözüm ilişir uşaqlar bayaqdan. Olsun başlayalım. Bunu açarıq. Qiymətinə bax bir dənə. Adı nədir? X-Roll dolgulu çikolata. İçi baxın, yenə də göstərim belə görünür. İçi deyəndə üstü. X-Roll fındıqlı. Aha, 14 TL. 14 TL. İndi onu da Azərbaycan manatına qoyarıq. Mən Bakıda bunu ailəsi görməmişəm. Qəşəng deyir bunun dadı. Mən İndi- bəyəndim. Neçə 14 TL? 14 TL. Ənənəyə sadiq qalaq. Hansına gedək? Bu. Bunu açarıq. Bu böyüydü, o sürpriz kimi qalsın belə. Balıq kraker. Sadəcə fərqli olsun deyə aldım. Hətta mən daha çox şey alırdım. Mən qoymadılar almağa. Mən neysə, danışmıram. Eti balıq da gördüm. Eti balıq Mısırlı. 18.50. 18 lira 50 kuruşdur nədir nə qədər. Normalda ölçüsü eynidir də. O biri balıq krakerlər kimi. Mən ümumiyyətlə mən sırf balıq krakeri çox sevirəm. Hətta bir ara aşinası idim. Yəni çox alırdım bundan. Üzərindən bir dənə puan kimi Hə, verək. 10 üzərindən qiymətləndirək. Mən buna 10 üzərindən 6 verirəm. Yəni sadə bildiyin yəni kraksın duzlu versiyasıdır. Sən nə verirsən buna? Mən 5 verirəm. 5, olsun 5,5 ver. Bəs bu Yəni pendirisi yenə yaxşı idi. pendirlisi. Yəni pendirisi 6,5 vermək olar. Mən pendirlisinə 7 verirəm, buna 5 verirəm. Niyə görə? Çünki pendirlisi mənə çox dadı ağzımı yormadı. Amma ki bu biraz nə bilim. Bir də dadları bildiyiniz kraksda, yəni kraksdan fərqlənmir bu çubuq krakerin. Bəs buna Ona 8. O mən buna qəşəng. 9 verirəm. O qəşəng. Çox qəşəngdir bu. Bu ümumiyyətlə dadlıdır həm də. Yormur həm də. Bəs bu 7 gedər. mən buna Sadəsindən biraz qəşəng dadlıdır. Yəni Hə. çox abartılacaq. tavəsindən çox da fərqlənmir. Aysa. Mən 6 verirəm. Çünki dadı çox yaxındır bizim dada. Ona görə fərqlənmədiyi üçün belə. İndi bir dənə duzlu, şirin baxdığımıza görə bir dənə duzlu baxaq. Olsun, başda eyni qiymət sayılır. 7 lira. 7 lira. İkisində eyni qiymət. Sən ana aparmazlar və birinci sizə göstərim. Üstü belə fındıq. Mənə gələn dolgu. qayıtmır dala. İçi də belədir. Yəni Ben de bileyim, böyle dadı nəyəsə oxşuyur ya, amma çıxaram mən. qaldı daha dadlı idi. O dadıq deyil. Daha dadlı idi. Mən buna qiymətim 4-dür. Yəni çox Mən də bəyənmədim. bəyənmədim, 5. Bunun bu frambuazlı qəşəng görünmür bu. Qəşəng ha. Səhrai rəngdə. O Fram- 19 lira 95 kuruş. 20 lira. Ha, 20. Mayna dadı hiss olunur.
Özü tündür, çox tündür. Yəni bu yaman yeyə bilməz sizə. Bunu çayla da Aysa. belə yox. Tünd şokoladlı. Su da gətirək də. Gətirim də. Onu da sən saxla, mən su gətirim. Səndən getdi su gətirməyin. Çünki bunun şokoladı həqiqətən biraz ağırdır. Yəni ağzıma falan yapışdı. Ona görə su içmək ən gözəldir məncə. Getsin su gətirsin. Qalan hissəni çəkək. Da-da-da-dam. Sularımız gəldi. Əslində bu yerinə çay da ola bilərdi, amma Çay nəysə. süzülmüşdü. Dedim daha su gətirdim. Neyse. Onun üstünə qiymət vermədim. Yəni biraz Yəni çox tünd deyə, şokoladalar tündür. Mən buna maksimum getsə 5,5 verərəm. mən 5 verərəm yəni. Hə, Aysa. Bunu istədim. Hə. Al sən aç. Cino. Sərim kameraya. Yəni Cino kayısı. Bunun qiyməti 7,50 TL. Ümumi uşaqlar, mən bunların hamısını 191 TL-yə almışam. Bu qədərlə 191 TL ödəmişəm. alıb öz istəyirsən kamerada. Baxın, belədir. Elə bir üstünə nəsə yazdım. Mən də öyle bildim. Sən nə? Çox pisdir. Çox pis mango dadı gəlir. Qarşısına Mango yox, qarşı. hayır, qayısı. Mango da var. Qayısıdır. İndi kamerada şey demək istəmədim. Görüntü pis olmasın deyə. Yəni tulla getsin. Çox pisdir uşaqlar bu. 1. Bunu açaq. Mənə ən çox maraqlı gələn budur, bu Dubai gofreti. Bundan yemişəm, bunun dadını bilirəm. Yəni bu o qədər də maraqlı gəlmişsə, bunu açaq. Hə, o açaq aradan çıxaraq. Baxın, belədir. Bu arada bundan mən almaq istədim. Bunun qiyməti yadımda deyil, dəqiq neçədirsə. Var orada. Yoxdur. Bundan mamam alıb. Mamamın çəki də məndə yoxdur. Çox pis dağılıb, göstərə bilmirəm. Nəysə də bu nətərliyə. Axı Milföy xəmiri, içində də ki, nədir bu, Dubai şokoladı aromalı, nəsə də belə. fıstıq da. Mən bu şey yəni ortadır. Mən 6 verərəm buna. Adı qəşəngdir. 6 verər, hələ 6 gedər. Mən 6 verərəm məndə, amma mərdəm qarışdı da bir dəqiqə. Sula qarışdırırıq, miks edirik. Kekspirin belə kakao kaplamalı südlü kremalı kek. İş var Shakespeare'dən. İyi qəşəngdir. Ay Allah, uşaqlar buna baxın, keş Qəşəngdir. əzilməsəymiş də yəni. Bu nə qəsən? Göstər. Yəni 8,50 dollar. 8,50 TL. yaxşı mən bəyəndim yəni, dad olaraq bəyəndim. Mən 7 verirəm buna. Mən nəsə fərqli bir şey gözləyirdim. O üstündəki belə şokoladı var. Mən dedim fərqli bir dad olar. Sən də götürdün oradan. Götürüm də. Xlipsit də bizim. Nə bu tuzludur ki? Belə yeyəcəm. Mən yeyəcəm. Çünki ağzımın dadı dəyişsin. Məncə də. Bunu mən göstər kameraya. Bunu mən elə bir görmüşəm Bakıda. Başqa bunun polo şəkər. Bunun qiyməti 16 TL-dir. Bu ağız dadının dəyişdirilməsi üçün istifadə olunmur elə belə. Hə? Hı? Məndə ağızdan qoxu gəlməsin deyə də əsasən. Görünsün baxın, ay da düşdü. Neyse baxın belə də uşaqlar. Qəşəngdir. Yaxşıdır ha. Bu da 7 gedər. Buna mən ağzımın dadını dəyişdirdiyinə görə 8 verirəm. Amma mənim hələ bir nömrəm aydadır. Onu videonun sonunda deyəcəm sizə. Göstər. Bunu demişik də daha axırda çıxır. Baxın. Dubai 25. Ən bahalısı bu arada budur. Üstündəki şəkillə bunun əlaqəsi yox deyə. Üstündəki şəklə baxın. Bir də buna baxın. Mən bundan çox şey gözlədim.
Xoşuna axı. Qəşəng amma çox şey gözləyirəm. Mənim də xoşum gəlməz çox. Ne içində Dubai şokoladının dadı çox hiss olunmur nəsə. Aşağı. Uşaqlar, gözüm riskli bir dənə sataşdı burada. Mən sizə dedim axı ən bahalı aldığım budur, 25 liradır. İndi burada baxdım ki, burada çerez, nə bilim baharat zad var. Mən elə şeylər almamışam da. Onlara əlavə vurublar. A101-dən almışam. Yəni A101-in bir dəqiqə antireklamını eləyirəm. Yəni mənə sırayıblar biraz cüzi. Nə qədər versən? Buna. 5 verirəm. Mən də 6 verdim daha. Sakız açma lan. Sakız açma. Buna görə axı. Ən yaxşı Sakız da bizdə olacaq. Yəni normal sakızdır. Bunun qiyməti neçədir? Gong ballı 14.50. Ağzımız andı, palçıq kimi oldu. Görüntüsü bu arada. Əzilib də. Pis deyil yəni. Mən də əzilməyəni götürəcəm. Bunun qiymətini dəyişib 10 eləyirəm. Gofrətə 9 verirəm. Deyim bu qonqa. Saqqız görünür. 10 qəpiyə saqqız. 10 qəpiyə saqqız. 3 dənəli olurdu içində. Hə. Bildin ha? Altı lira. Mənim videoda görmək istəyirsə, yenə belə videolarda görmək istəyirsinizsə, 100 bəyənmə edin və videolara paz olacam yəni. İştirak edəcəm videolarda. Uşaqlar, belə tip videoları sevirsinizsə mütləq şəkildə bildirin. Biz də ona uyğun videolar çəkək. Ümumiyyətlə mən düşünürəm ki, maraqlı oldu. Çünki biz də tadım videosu çəkdik. Əslində mən bunu daha tez çəkməyi düşünürdüm. Sadəcə vaxtım olmurdu. Mənim ən çox bəyəndiyim isə aralarından hələ də budur. Bunun dadını çox bəyəndim. Dəhşət çox qəşəngdir. X-Roll çikolata dolgulu. Ay səhv göstərirəm. Çikolata dolgulu belə bir şeydir. Görürsünüzmü? Yəni çox sevdim onu. Dəhşət sevdim. Bəs sənin sənə? Mənim də o idi. Oydu. Bu idi. Sonraki bu yaxşı idi. Yəni qanlı idi, qonlu idi, nə idi? Hə. Mən onu bəyəndim. Qalmadı ki, yəni digərlər çox bənzər dadlar idi. Bir də bunun dadı biraz fərqlidir. Biraz amma mən bəyənmirəm. halvaya bənzəyir görüntü olaraq. Görüntünə heç əlaqəsi yoxdur. Dadının görüntü olaraq əlaqəsi yoxdur. Videomuzu burada sonlandırırıq. Bəyənib kanala abunə olmağı və şərh yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək. Sağ olun.